Müğənni Xatirə İslam Afaqla Onlar verilişinin qonağı olub və veriliş zamanı həm oğlu, həm də ana olmaqla bağlı ürək sözlərini bölüşüb. Sənətçi bildirib ki, oğlu Emilin musiqiyə marağı yoxdur və bu vəziyyəti səmimi şəkildə qəbul edir. Çox istəyərdim ki, uşağım musiqini sevsin, duyumu olsun. Amma oğlumun musiqiyə həvəsi yoxdur. Onun marağı tamam başqa sahəyədir. Musiqi duyumu 1 qram da yoxdur, deyə Xatirə İslam qeyd edib. Müğənni övladının seçimlərinə hörmət etdiyini və onu məcbur etmədiyini də vurğulayıb. Veriliş zamanı Xatirə İslam ana olmaq arzularından da danışıb. O etiraf edib ki, uzun illər qız övladı sahibi olmağı istəməyib və bu mövzuda dediklərinin həyata təsir etdiyini düşünür. Çox istəmişəm qız anası olum. Xüsusilə son illərdə bu arzu məndə daha da güclənmişdi. Gənc qızlara demək istəyirəm ki, qulaq asın və yadda saxlayın. İnsan nəyisə ürəkdən istəmirsə, Allah da onu vermir. Mən hər zaman deyirdim ki, Allah mənə qız övladı verməsin. Allah da mənə onu axıra qədər vermədi. Sənətçi bildirib ki, sonradan bu istəyinə peşman olub və artıq gec olduğunu anlayıb. Son vaxtlar istədim, amma Allah da dedi ki, sən bunu istəmədiyini zamanında demisən. Alnına belə yazılıb. İndi bu yazılanı necə dəyişim və sənə təzədən verim, deyə o fikirlərini bölüşüb. Qeyd edək ki, Xatirə İslam Fəxrəddin adlı bəylə ailəlidir. Cütlüyün Emil adlı bir oğlu övladı var. Müğənninin səmimi açıqlamaları studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.